Benim iki evladım var ve aralarında 7 yaş fərqi var. İllərlə bununla bağlı o qədər qəribə reaksiyalarla rastlaşmışam ki, sanki bu 7 yaş fərqi olmamalıdır. Cəmiyyətin bir standartı var və hamı bu standartla getməlidir. Mütləq 1-2 il sonra ikinci uşaq olmalıdır. İlk kızım olmadan 1 il sonra artıq hamı məndən soruşurdu ki, niyə ikinci olmur? Problem nədir? Və kiməsə açıqlama vermək məni həqiqətən əsəbləşdirirdi ki, insanlar niyə bir başqasının həyatına bu qədər burunlarını özlərində haqq görürlər? Uşaqlar arasında yaş fərqi çoxdursa, mütləq ki, burada qeyri-normal nəsə varmış kimi insanlar başa düşür bunu. Öz istədiyi kimi yaşaya bilməyən insanlar varsa, onlara səslənmək istəyirəm ki, bu cür insanlar həmişə olacaq. Siz nə etsəniz də, nə qədər çalışsanız da, mütləq ki, nəsə tapıb çalışacaqlar. Çünki insanlar belə öyrənib ki, bir ailə modeli var, hamı da ona uyğun yaşamır. Yəni, evləndə bir il sonra mütləq o 2 yaşa çatmamış, artıq ikinci olmalıdır. Çox qəribədir. Yəni, bir uşaq olanda da, mənim qızım tək olanda da hamı niyə təkdir? Problem nədir? Bəlkə boşanmışsan, ikincini niyə istəmirsən? Bəlkə xəstəliyin var, ola bilər, problemin də ola bilər, istəməyə də bilərəm. Bu, mənim seçimimdir ki, yəni, uşaqlar arasında 7 yaş olsun da istəyə bilər bir insan. Problemi də ola bilər, amma bu heç kimə maraqlı olmamalıdır. Bu, həyat, mənim və ya digərlərinindir. Onlar özləri qərar verirlər ki, necə yaşamaq istəyirlər. Bilirsiniz, bir uşaq istəmək də normaldır. 2 uşaq da, 3 uşaq da, heç kim istəməməkdə, 5 uşaq istəmək. Bu, hər bir insanın öz seçimidir. Heç kimə qarışma haqqı yoxdur ki, başqa birinin həyatına qarışıb qərar verirsən ki, bunu belə et ya da belə etmə. Fikir verirlər. Uşaq sakin olur. Aç deyirlər. Ağılsızdır. Neymir, bu qədər uşağı. Uşaqlar olmur, başqa cür qınayırlar. Bir uşaq olur, başqa cür qınayırlar. Yaş fərqi çox olur, başqa cür qınayırlar. Yəni, bu qınaqlar həmişə olacaq. Ona görə də həyatınızı heç başqalarına görə yaşamayın. Amma sadəcə başqalarının həyatına qarışan insanlara da səslənmək istəyirəm ki, hər bir ailə, hər bir insan fərqlidir. Seçimləri fərqlidir, istəkləri fərqlidir. Heç kimin həyatına qarışmağa, müdaxilə etməyə haqqı yoxdur.